Salam, axşamınız xeyir. Bugün ikinci qruplar üçün olan birinci cəhd blok suallarına baxaq. Birinci sualda deyilir ki, A parametrin hansı qiymətində tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir? Bizim tənliyimizin kökləri qarşılıqlı tərs ədədlərdirsə, biz bilirik ki, tərs ədədlərin hasili 1-ə bərabərdir və V-yə görə tənliyin köklərinin hasili sərbəst həddə bərabərdir. Sərbəst həddə necə tapırdıq uşaqlar? X kvadratı ilə X-i tutub yerdə qalan sərbəst həddim olmalıydı, amma bu çevrilmiş kvadrat tənlik deyil. Hər tərəfi A-ya bölüb çevrilmiş kvadrat tənlik halına gətirəcəyəm. Yəni 3A üstə gəlinsin 4 bölünsün A 1 şərtini ödəməlidir. Buradan da 3A üstə gəlinsin 4 3A üstə gəlinsin 4 bərabərdir A-ya. 3A'dan A-nı çıxaram, eləyəcək 2A-mız bərabərdir -4-ə. A-mızın sən demə -2 qiymətində D variantı. Bu nə sualdır? Loqaritm. Loqaritm x-a bir dənə t deyəcəyik. Onda olacaq misalım t kvadrat üstə gəlinsin t, çıxılsın 2 böyükdür 0. Tənliyin kökləri uşaqlar -2 və 1-dir. Tənliyin kökləri -2 və 1 olacaq. -2 və 1 olacaq. Hasil -2 cəmi -1 eləyəm. Bəli. -2 və 1 olacaq. Mən ədəd oxu çəksəm, -2-ni qeyd eləsəm, 1-i qeyd eləsəm, intervala bölsəm, 0 versəm. Mənfi eləyəcək, müsbət. Mənə müsbət olan aralıq lazımdır. Mənfi sonsuzluqdan -2-yə, 1-dən müsbət sonsuzluğa həllim olar. Amma mənim vuruqlarına ayrılış formulum belə olacaq. Vuruqlarına ayrılışım necə idi? A x minus x1, x minus x2 deyildi. Gətirib burada yerinə yazacağım. A-mız onsuz da bizdə 1-dir. Yəni yerinə heç nə yazmıram. X-miz olacaq loqaritm x. Loqaritm x-a t demişik axı. Minus x1-miz 2 mənfi müsbət eləyər. Üstə gəl 2. Digər tərəfdən loqaritm x minus 1-miz isə bu da böyükdə 0 eləyəcək. İndi bizə deyir ki, buradakı kökümüz uşaqlar -2-dir, elə deyilmi? Buradakı kökümüz isə 1-dir. Yəni buradan belə həll eləsəm loqaritm x bərabərdir 1, x bərabərdir 10 üstü 1-ə. Buradan loqaritm x bərabərdir -2-yə, x bərabərdir 10 üstü -2-yi %1 eləyəcək. Yəni müəllimə, bax bu kök fikir verin buradır. Buradan yazmışam. 10-dan böyük amma %1-dən kiçik, %1-dən kiçik. Bu hissə lazımdır. Və loqaritmin təyin oblasındakı bu x arqument 0-dan böyük olmalıdır. Deməli, mənim həllər çoxluğum okey. %1-dən kiçik gələcək, amma mənfi sonsuzluğa getməyəcək. Burada 0-da dayanacaq. Yəni 0-dan 0,1-ə kimi. Eyni zamanda birləşsin, ondan da müsbət sonsuzluğa. Bu da hansı variant eləyəcək? Hansı variant eləyəcək? D variant eləyəcək. Bu belə. Gələk növbəti suala. 3 nömrəli suala. Ay maşallah, bərabərsizliyini həll etmək lazımdır. Bərabərsizliyini həll etmək lazımdır. Bax, x kvadratı burada hər zaman müsbət halda çıxış eləyir. Okey. Modul hər zaman müsbət çıxış eləyir. Bu da okey. Bunun diskriminantını tapsam 1 minus 20 olacaq. Diskriminant 0-dan kiçikdirsə 5 də versən, -10 da versən, 100 də versən bu hər zaman müsbətdir. Üslü ifadədə bu da hər zaman müsbətdir. Deməli, bu ifadənin mənfi qiymət alması ehtimalı yoxdur. Amma məxrac altından xət var. Bunun sıfırlarını tap deyir. Məxrac 1-i ala bilmir. Bunun onsuz da sıfırları yoxdur. Bu da 0 ola bilmir. Deməli, yalnız 0-a çevirən qiymət hansıdır bunu? 2. Fikir verin. Hər şey müsbətdir. Müsbəti müsbətə bölüb cavab mütləq müsbət olmalıdır. Sənə deyir ki, amma 0-dan kiçik aralığı tap. Axı sən 0-dan kiçik aralığı tapa bilmirsən. Ona görə 0-dan kiçik aralığı tapa bilmədiyinə görə 0-a bərabər olan aralığı tapırsan. Bunların heç biri 0-a bərabər ola bilməz. Yalnız modul x funksiyası 0-a bərabər olar. O da ki, 2 qiymətində. Mən sizə demişdim ki, əgər bərabərsizliyin həllini tapa bilmirsinizsə, götürüb cavablar aralığından qiymətlər qoyun uşaqlar ora. Mən bunu yaxınlaşdırım. ABC 3 bucağında AB bərabərdir BD-yə. Burada bir dənə bərabər yanlış 3 bucaq var. AC bərabərdir BC-yə. AC-miz bərabərdir BC-yə. Bunu da belə çəkim ki, gözüm görsün. AD-mizi 3 vermişəm. DC-mizi deyir 9 vermişəm sənə. ABC 3 bucağının perimetrini. Onda buranı 12 gördüksə, burada 12-dir. Düzdürmü? Bərabər yanlı 3 bucaqda təpədən hündürlük çəkmək ağlıma gəlir. Amma C təpəsindən çəkdiyim hündürlük AD-ni kəsəcək. Onun nə mənası olar? Mən belə deyim. Mən belə deyim. Mən bu bərabər yanlı 3 bucaqdan hündürlüyü çəksəm, çünki bərabər yanlıda təpədən çəkilən hündürlük median tənbölən üstə düşər. Bura eləyəcək 1,5. Düzdürmü? Burada bir dənə el qoyaq. Pifagora görə, bax burada bir dənə hündürlük çəkmişəm. Pifagora görə onda yazacağam ki, el bərabərdir 12-nin kvadratı 144-dən çıxaram 1,5 üstə gəl 9. Yəni 10,5-in düz oldu mu? Bəli, 10,5-in kvadratı. 10,5-in də kvadratını mən zamanım getməsin yerinə kalkulyatordan istifadə edəcəyəm. 110 tam %25 eləyəcək. 110 tam %25. 144 də çıxsaq 33 tam %75, hə?
Bundan inşallah ki bir şey çıxır. Mən nə istəf çıxmamışam. 144 eləyəcək, çıxılsın 10,5. Düz yazmışam da. 10,5'in kvadratı. 110 tam %25. 144'ten çıxacağım 110 tam %25. 33 tam %75. Neyse qalsın bu ara. Elimiz qalsın kökün altında 33 tam %75. Heç nə eləmirəm ondan. İndi mən bu AB tərəfini tapmalıyım. Axı bunun perimetrini tapım. AB də bərabər eləyəcək. AB-nin kvadratı da bərabər eləyəcək. Daha doğrusu, baxın, bu düz bucaqlı üç bucaqdan yazıram yenə. Burada 1,5 daxı. 1,5'in kvadratının üzərinə o elin kvadratını gələrəm. O da bərabər eləyəcək. 1,5'in kvadratı 2 tam %25. Bunun da kvadratı kök gedəcək. 33 tam %75 eləyəcək. Elə deyilmi? Bu da 36 eləyir. Çox şükür buradan normal bir şey çıxdı. AB'miz belə çıxır ki 6'dır. Bura 6'dır. Bizdən də ABC 3 bucağının perimetri 6 üstə gəl, 12 üstə gəlinsin. 12, 24, 6, 30. 30 elədi. Y variantı. Maraqlı məsələ idi. Sonra bunu da SS götürək ki xeyrimiz dəysin. Deməli, hasilinin sonuncu rəqəmi 1 olarsa n plus n cəminin ən kiçik qiymətini tapmaq lazımdır. Bu da maraqlı sual yox, bu əməlli başlı analiz tələb edən sualdır. Bundan qabaqki sualdır maraqlı idi elə. Deməli, sonuncu rəqəmi 1 olarsa 3 üstüdür. Bir də öbürüsü də 7 üstüdür. Fikir verin. 3 üstü 1 3 eləyər. 3 üstü 2 9 eləyər. 3 üstü 3 27 eləyir. 3 üstü 4 81 eləyir. 3 üstü 5 243 eləyir. Yəni demək istədiyim artıq tezdən 3'ə gəldi, bax sonu. Hər 4 dəfədən bir bu təkrarlanır. Hər 4 dəfədən bir təkrarlanır. Deməli, periodumuz 4 olduğuna görə mən bunun qüvvətindəki bu ədədi 4'ə bölüb qalıq tapacağam. Yalnız qalıqdan söhbət gedir. Fikir verin nə deyirəm. Yəni 3 üstü 16'nı 4'ə böləndə 7 0. 5m'dən də 4m'in çıxsam 4'də danışa bilmədim. Periodumuz 4 olduğuna görə 5m'dən də 4m'i çıxsam burada bir dənə yalnız 3m qalır. Yəni mən 3 üstü m-lə işləyəcəyəm. İndi 7'lərə baxaq. 7 üstü 1 7'dir. 7 üstü 2 49'dur. 7 üstü 3 343'dür, düzdürmü? 7 üstü 4 49 axırı 1'dir. 7 üstü 5 axırı tezdən 7'nə gəlir. Bəli, bunun da periodu 4'dür. Baxın. Period 4 olduğuna görə buradan da 4'ə bölünəni çıxmalıyam. Digərindən 4'ə bölünəni çıxsam bu gedəcək. Mən yalnız 7 üstü 3 ilə işləməliyəm. Mən bununla bağlı video izahım var. Sonu hansı rəqəmlə bitir sözü. Deyir ki, bu hasili sonu bitməlidir deyir. Nə deyir? Sonu 1 ilə bitməlidir. Sonu 1 ilə bitməlidirsə, nə qəşəng sualdır bu. Deməli, mən bunları bir-birlərinə vuranda 1 eləməlidir özdə ən kiçik qiymət. Bir də nə ola bilər? Burada 3, 9, 27, 81'im var. Burada isə son rəqəmlərinə baxın. 7, 49, 3, 1 var. Mənim sonumun 1 ilə bitməsi üçün ya 3'ü 1'ə vurub ala bilərəm. 3'ü 3'ə də vurub ala bilmərəm. 9 eləyər. 3'ü 49'a da vurub 3'ü 7'yə vurub ala bilərəm. Deməli, mən buna birində bunu 3 götürsəm, bunu 7 götürməliyəm. Sonu 7 ilə bitməlidir. Bəli. Sonu 7 ilə bitməlidir. Bunun da sonunun 7 ilə bitməsi üçün ya 1 olmalıdır bu ifadə, ya da ki 7 olmalıdır. 7 də 3'ə bölünmür. Elə deyilmi? 7 də 3'ə bölünmür. Ona görə mən məcburiyyətdən 3 qoysam, bu da 9 olacaq. Hə, mən bunu 1 götürdüm. Bunu 1 götürəcəm bu səfər. Bunu 1 götürəcəm. Bunu 1 götürsəm, sonu 1 ilə bitsə. Bunu götürəcəyəm. Bunu götürəcəyəm. Sonu 1 ilə olmalıdır, düzdürmü? Bunu götürəcəyəm. Hansı dərəcə ilə ən bağlı? 3 götürək, 3, 1. Bunu 3 ilə götürək görüm. Bu eləyəcək 3 üstü 1 vurulsun 7 üstü 9. 7 üstü 9'un da sonuncu rəqəmi uşaqlar. Bunu böləcəksən 4'ə, bax, yəni bunun sonu gələcək də. Bunun 1 ilə götürdümsə 3 vurulsun 7 olmalıdır. Fikir verin. Period 4 olduğuna görə 9'u 4'ə böləndə qalıq 1 düşür. Yəni buradan birinci ədədlə qutaracaq. Bunun sonu 7 ilə bitirəcək, bəli. 3 vur 7 21 edir. Sonunda 1 ilə bitir. Deməli, minimum qiymət m-yə 1 verərəm. Diqqətli olun. N-yə də 3 verərəm. Çünki bunda 3 n idi. N-ın yerinə 3 qoyanda 7 üstü 9 eləyəcək. M-in 1, N-nın 3 qiymətində. Cəmi də eləyəcək 4. Bu çox qəşəng sual idi. Çox qəşəng sual.
Sonra gəlirəm növbəti suala. Deyir ki, K-nın hansı ən böyük tam qiymətində parabolanın təpə nöqtəsi 4-cü rübdə yerləşir. Bu parabolanın təpə nöqtəsinin 4-cü rübdə yerləşməsi üçün, bax belə bir şey olması üçün məndə x təpə nöqtə m müsbət olmalıdır, amma n y təpə nöqtə mənfi olmalıdır. Mən yazaram m bərabər idi, mənfi b bölünsün 2 ad üstür, mənfi 2k minus 5 bölünsün neçə? 2. 2-lər gedər, qalacaq 5 minus k. Yerini dəyişdim. Deməli, belə çıxır ki, 5 minus k-mız 0-dan böyük olmalıdır. Mənfi k böyükdür mənfi 5-dən. K-mız da kiçikdir 5-dən. Bunu saxlayıram əlimdə. İndi n tapıram. M bərabərdir 4-ü 1-ə vuraram 4. S-miz k kvadratıdır. Çıx b kvadratı. B-miz 2-nin kvadratı 4. K minus 5-in kvadratı bölünsün 4. A-mız da 1-dir. Bunu da bir dənə sadələşdirim, görüm nə alınır ümumiyyətlə. 4k kvadratı minus, bunu açsam birincinin kvadratı, birinci və ikinci hasilinin 2 misli üstə gəl ikincinin kvadratı, 25, ikincinin kvadratı. Eləyəcək 4k kvadratı üstə gəlinsin 40k, çıxılsın 100, bölünsün 4. 4k kvadratı. Opşim, 4k kvadratları ixtisar gedəcək. Elə deyilmi? 40k-nı 4-ə bölsəm 10k eləyəcək, minus 25. Bunu nə istəmirdi demişdik? Mənfi olmalıdır. Onda belə çıxır ki, k kiçikdir 2,5. K 2,5-dən də kiçik. K-nın hansı ən böyük qiyməti? Bu 5-dən də kiçik olmalıdır. 2,5-dən də kiçik olmalıdır. Hər ikisinin kəsişməsindən danışırıq. Hər ikisinin kəsişməsində 2 qiyməti, düzdürmü? Deyir, ifadəsini sadələşdirin. 1-i 3-ə vuraram, 3 eləyər. 1-i i-yə vuraram, minus 6i. Çıxılsın 2 dənə i kvadratı. Bölünsün 2 minus i. Bu mənfi 1-dir. Qarşıdakı mənfi ilə müsbət eləyər. 3 üstə gəl 2, 5 minus 5i. Bölünsün 2 minus i. Mən bunun qoşmasına vuraram 2 plus i-yə. Bunu da qoşmasına vuraram 2 plus i-yə gənclər. 2-ni 2-yə vuraram 4. I-ni i-yə vuraram i kvadratı. Bu da eləyər 10. Üstə gəl 5i. Çıx 10i, çıx 5i kvadratı. Yəni bu mənfi 1-dir, müsbət 5 eləyər. 10 üstə gəl 5, 15, çıx 5i. Bu da mənfi 1, 4 minus mənfi 1, bu da 5 eləyər. 15-i 5-ə bölüb 3 yazaram, minus i. Nəticə etibarı ilə variant D variantı. Gələk buna. Mən belə tipdə suallarda sizə demişdim ki, çalışın burada B tək qalsın. B-nin tək qalması üçün bunu 3-də 5-ci dərəcədən qüvvətə yüksəltmək lazımdır hər ikisini. 3-lər gedər, 5-lər də gedər. B bərabərdir, 4-ü 3-ə vuraram, A üstə 12. Bu da üstündə 5 qalar. Gətirib burada B-nin yerinə qoyaram. B-nin yerində A üstə 12-də 5, üzərində də bir dənə 5-də 6. O da bərabər eləyəcək, 5-lər gedər, 12-ni 6-ya bölsəm A üstə 2-də 1 eləyəcək. Yəni nəticə etibarı ilə cavabımız Y variantı. Sonra gələk növbətisinə. Gələk növbəti suala. 9 nömrəli sualda deyilir ki, ABC üçbucağında bu olarsa tapmaq lazımdır. Mən bu modulu mütləq qiymətini belə yazıram. Kökün altında fikir verin. BA çıxılsın BC-nin kvadratı şəklində. Kvadratla kök gedəndə onsuz da modul qalır. Bunu da müxtəsər vurma düsturu kimi açsam, BA-nın kvadratı çıxılsın 2 dənə BA vurulsun BC. Üstə gəlinsin BC-nin kvadratı. O da bərabər eləyəcək. Əgər bucaq B 90 dərəcədirsə, bu vektorların skalyar hasili 0 eləyəcək. Bu getdi 0-a. Sonra BA-nın kvadratı, yəni 5-in kvadratı üstə gəlinsin 12-nin kvadratı. Bu da eləyəcək 13. Cavab, yəni A variantı. Gələk növbətisinə. Deyir, bu funksiyasının ibtidai funksiyasını tapın. Yəni, böyük f(x) bərabər idi. 12x üstü 5 dx uşaqlar. Bu da 12 əmsal kimi qarşıya çıxırdı. X üstü 6 bölü 6 üstə gəl c olardı. Yəni 2x üstü 6 üstə gəlinsin c eləyəcək cavab. Variant D variantı. Gəlin növbətisinə. Növbəti sualımız 11. Deyir, A parametrinin hansı qiymətində tənliyin həllər cütü 2 mənfi 3 olar. Yəni, bu o deməkdir ki, bu x-dır, bu y-dır. Gətirib yerinə qoymaq lazımdır. 2 vurulsun x-in yerinə 2, çıx 3 vurulsun y-in yerinə mənfi 3. Bərabərdə A-ya. Yəni 4 üstə gəl 9, A-mızda bu da 13 eləyəcək. Getdi. Gətirib burada da yerinə qoysan mənfi 3. 3-ü 2-yə vuraram 6 çıx 12, bərabərdir B-yə. Belə çıxır ki, B-mizdə mənfi 6-dır. 13 ilə mənfi 6 Y variantı. Funksiyasının törəməsini hesablamaq lazımdır. Uşaqlar, törəməsini hesablamaq üçün verilən funksiyanın yazıram f'(x). Mən bunu belə yazaram. 2x üstə gəlinsin 3 üstündə mənfi 5. Verilən bu funksiyanın törəməsini tapanda mənfi 5 qarşıya gəlir. Üzərindən bir vahid çıxacağım. Yəni mənfi 6 olacaq. Və bir də vurulsun 2x üstə gəlinsin 3-ün törəməsini yazmalıyam. 2x üstə gəl 3-ün törəməsi 2 eləyəcək. Bu 5-ə də vurulsa, bax bunun törəməsi 2 eləyər.
2-ni mənfi 5-ə vuraram, mənfi 10 dənə. 2x üstə gəlinsin 3 üstündə mənfi 6 eləyər. Bura mənfi 1 qoysam gənclər, bu eləyəcək 2-ni mənfi 1-ə vuraram, mənfi 2-nin üstünə 3 gələrəm. 1 üstü mənfi 6 eləyər, qarşısında da mənfi 10. Mənfi 10-u 1 üstü mənfi 6-ya vursam, nəticə etibarı ilə cavabımız eləyəcək mənfi 10 uşaqlar. Bu da getdi. Gələk növbətisinə. Deyil, 13 100-ə bölünməsindən alınan qalığı tapmaq lazımdır. Permutasiya 10-dan 3 nə deməkdir? 10 vurulsun, 9 vurulsun, 8 vurulsun, 7 vurulsun, 6 vurulsun, option nəsə. Permutasiya 7-dən 7 nə idi? Baxın, burada da yaza bilərik. Permutasiya 7-dən 7, 7 faktorial bölünsün, 7-dən 7 çıxılsın, 0 faktorial. Yəni, bu da 1 idi. Yəni, 7 faktorialın içində nə var uşaqlar? 7 faktorialın içində 7, 6, 5, 4, 3, 2, 1, düzümü? Belə-belə gedir. Üzərinə gəlinsin 225. Demək istədiyim odur ki, bu hasildə də 10 var. Burada da 5 vur 2, 10 var. Yəni, bu onsuz da 100-ə bölünəcək. Burada qalıq 0-dır. Bu ifadədə qalıq 0-dır. Çünki hasilin içində 100 var. Amma 225-i 100-ə bölsəm, belə çıxır ki, qalığımız bizim 25 eləyəcək. Yəni, çətin sual deyil. 14 nömrəli sualda doğuranı sənə 5 kökün altında 2 vermişəm deyir. Bura 5 kökün altında 2-dir və ox kəsiyi də bunun bərabər yanlı üçbucağı idi. Ox kəsiyinin sahəsində 25 verib. Mən təpədən bir dənə hündürlük çəkirəm uşaqlar. Bərabər yanlıda təpədən çəkdiyim median hündürlük təbələn üstə düşər. Yəni, bu o deməkdir ki, bura h-dır, burada r-dir. Onda burada r yazaram. Ox kəsiyinin sahəsi S ox kəsiyi. 2-də 1 AH-dır. A-mız 2-dir. H-ı yazaram. Yəni, belə çıxır ki, r vurulsun h-a bərabərdir. Bizə doğuranı verib ki, 5 kökün altında 2-dir. Gətirib buradan taparam ki, h-ın kvadratı, ox kəsiyinin sahəsini neçə verib? 25 verib. Digər tərəfdən də məndən tam səthinin sahəsini soruşur. Tam səthinin sahəsi də bərabərdir. Pi r l üstə gəlinsin oturacaq. Pi r kvadratı. Pi r kvadratı. Daha sonra yazaram ki, h-ın kvadratı üstə gəlinsin. R-in kvadratı bərabərdir 5 kökdəkinin kvadratına. 5 kökdəkinin kvadratı. Bu da eləyəcək h-ın kvadratı üstə gəlinsin r-in kvadratı. 25-i 2-yə vuraram. Nəticədə bura 50 eləyəcək. Digər tərəfdən bu düsturu belə açsam, h üstə gəlinsin r-in kvadratı çıxılsın 2h bərabərdə 50. Onda belə çıxır ki, gənclər, bura 25 yazsam, 50 üstə gəlir 50, h üstə gəlinsin r-imizin kvadratı bərabərdir 100-ə. Bu da eləyər h üstə gəlinsin r-imiz 10-dur. Hasili 25 cəmi 10 eləyən ədəd. Onda r-imiz də 5 çıxır, h-ımız da 5 çıxır. Belə çıxır ki, 5, 5, 5 kökün altında 2 şərtini ödəsin. Yaxşı, gətirib burada yerinə qoyaram. S tam səthi bərabərdir. Pi, r-imiz 5-dir, l-imiz 5-dir. Üstə gəl pi 5-in kvadratı. Bu da eləyəcək nə? 25 pi üstə gəlinsin 25 pi. Mən niyə 50 pi aldım? Tam səthinin sahəsindən danışır. Yazmışam pi r-l. Pi r l. L-in yerinə mən gətirib nə yazdım? Ay balam, burada 5 kökdəki yazmağa əvəzinə 5 yazmışam. R l, bəli. Bu eləyəcək 25 kökün altında 2, 25 kökün altında 2 pi, üstə gəlinsin 25 dənə pi. 25-i mötərizə xaricinə çıxarsaq, 1 üstə gəlinsin kökdəki. Yəni, variant C variantı. Sonra gəlirəm 15 nömrəli suala. Yarışda 150 oğlan və 50 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizidir? 150 oğlansa, oğlanlar bütün iştirakçılarda 200 nəfərdir. Toplayaram bunları. Vuraram 100-ə. Bu da o deməkdir ki, 75 faizi. A variantı. Qiymətlər çoxluğundan danışır. Qiymətlər çoxluğundan danışırsa, y bərabərdir 3 üstü 2 minus 5, x plus 2-dən danışır. Deyir, qiymətlər çoxluğundan danışır. Sən də bu ifadənin maksimum və minimumunu tapmalısan. Modulun minimum qiyməti 0-dır gənclər. Yəni, bu o deməkdir ki, bu mənim ən böyük qiymətim olacaq. Çünki 2-dən çıxacağım axı. 2-dən minimum qiyməti çıxmalıyam ki, ən böyük qiymət alım da. Elə deyil. Onda 5-i 0-a vuraram. 0, bu eləyər 3 üstü 2. 3 üstü 2 eləyəcək 9. Maksimum qiyməti bunun 9-dur. Minimum qiyməti də üslü ifadə, gənclər, 0 almır. 0-dan başlayır yəni. Ona görə minimum qiymətdə 0 eləyəcək. Topluda bu sualdan var idi. Biz təkrarda işləmişdik bu sualı. Uyğun tərəfləri paralel olan bucaqlardan danışır. Deməli, mən yazacağım ki, uyğun tərəfləri paralel olan bucaqların cəmi 180 dərəcədir. Digərindən də 42 dərəcə kiçikdir. Yəni, x minus y-da bir dənə 42 yazaram. Tərəf-tərəfə toplasam gedər. 2x bərabərdir.
222 deyəsən. 222-ni də böləcəyəm 2-yə. X bərabərdir 111. Bu böyükdür elə 111. Kiçiyini desəydi 180-dən çıxacaqdım. Ardıcıllığın 9-cu həddindən danışır. Nə yaxşamısı belə olardı ki, 5 vur 9 üstə gəl 3. 3 minus 2 vur 9. 45, 3, 48, mənfi 6, mənfi 8. Bu A variantı. Sonra gəlirəm buna. Deyir ki, nə deyir? Düz prizmanın oturacağının diagonalları 12 və 16 olan rombdur. Bu sualdan da işləmişik. Bu toplunun sualıdır elə baxan kimi. Ola bilsin ki, ədədi dəyişib. Deyir, oturacağının diagonalları bu olan rombdur. Mən bir dənə elə rombun tərəfini tapa bilərəm. D1-in kvadratı üstə gəl, D2-nin kvadratı 4A kvadratı ilə. Və yaxud da ki, rombun diagonalları kəsişir. Kəsişmə nöqtəsində 90 dərəcəli bucaq əmələ gətirir. Ümumi 12-dirsə yarıya bölünür 6-6. Ümumi 16-dırsa 16-dırsa yarıya bölünür 8-8. Böyüyünü götürək. 12-ni də yarısı 6-6 eləyər. 6-nın kvadratının üzərinə 8-in kvadratını gəlsəm, tərəfimiz eləyəcək 10. Neysə, bu getdi. Prizmanın yan səthinin sahəsi. Bax, prizmanın yan səthinin sahəsindən danışırsa, yan səthinə fikir verin, bu düzbucaqlıdır. Yəni, mənim prizmamın yan səthinin sahəsi S-yan. A-mızı da 10 tapmışıq. 10 vurulsun H-a bərabər olacaq. Amma 4 bucaqlı prizma olduğuna görə 4 dənə yan səthinin sahəsi var bunun, elə deyilmi? Bu da eləyəcək 320 verib bizə. Sıfırlar gedəcək. H-ımız belə çıxır ki, 8-ə bərabər olacaq. Yəni, cavab Y variantı. Gəlim bu məsələyə. ABC bərabər tərəfli 3 bucaqdır. Bu bərabər tərəfli 3 bucaqdırsa, gənclər. Mənim bəli, hamısı bərabər tərəfliymiş. Burada 60 dərəcədir, burada 60-dır, burada. Onda burada 60 dərəcə qalır. Neysə. Deyir, bərabər tərəfli 3 bucaqlarında O1 medianların kəsişmə nöqtəsidir. B10-u sənə vermişəm 4/3. Medianlar 2-1 nisbətində bölündüyünə görə bura bunun yarısı olacaq. Yəni, mənim medianım 4/3 ilə 2/3-ü toplasam, median 6 altında 3 eləyər. O da A/3 bölünsün 2-dir. Kökdöyüşlər getsə, mən də tərəf bu o deməkdir ki, 12 olacaq. Bax, burada 12-dir. O da burada 12-dir. Çünki hər ikisi bərabər tərəflidir. Nə bilim, buralar da 12-dir. Deyir, O1Y trapesiyasının orta xəttini tap. Trapesiyanın orta xəttini tapmaq üçün mən kiçik oturacağı da bilməliyəm. Böyük oturacağım onsuz da gördüm ki, 24-dür. Kiçik oturacağımı necə tapıram? Bax, bu da medianın bir hissəsidir. Medianlar 2-1 nisbətində bölünür. Elə deyil. Burada eləyəcək 4/3. Bunun PDF qayd edilir. Burada eləyəcək 4/3. Bunun bir xeyri yoxdur. Onu el belə tapdım. Yaxşı, mən hardan gedim? Mən, bax, bunu tapmalıyam da mən. Qoy bunu silim. Oxşarlıqdan gedərəm. Ağlıma başqa bir şey gəlmədi burada. Oxşarlıqdan gedərəm. Fikir verin. Bax, bu üç bucaqla bura nə qoyaq? Bir dənə F. Bura nə qoyaq? Bir dənə T qoyaq. Yəni, BOF üç bucağı oxşardır BTS üç bucaqla. Niyə ay müəllimə? Oxşarlıqdan gedək də, düzdürmü? Niyə ay müəllimə? Ona görə oxşardır ki, bax, burada hər ikisində bərabər yan tərəflidə təpədən çəkilən hündürlüklər həm də medianlı tənböləndir. Və bu bucaqlar da hər ikisində var. Yəni, bir tərəfim 4/3, ümumi tərəfim 6 altında 3-dürsə, 6/3, 4/3-dən neçə dəfə böyükdür? 1,5 dəfə böyükdür də, düzdürmü? Yəni, burada 6 eləyəcək. Yəni, ay müəllimə, 4/3-ün 6/3-ə nisbəti OF-in 6-ya nisbətinə bərabər idi. Üçbucaqların oxşarlığından. 24, bu da eləyəcək OF bərabərdir. Yəni 4-ə. Məndə bu hissə eləyəcək 4. Bura 4-dürsə uşaqlar, eyni zamanda burada 4-dür. Burada eləyəcək. Bura nə eləyəcək? Burada eləyəcək, mən bunu bir dənə üçbucağı tamamlasam, bu da bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqdır. Təpə bucağı 60-dırsa, bu da eləyir bərabər tərəfli üçbucaq. Düzdürmü? Bərabər tərəfli üçbucaqdır, bu da oxşarlıqdan gedəcəksən. Oxşarlıqdan gedəcəksən ki, 4/3-ün kvadratının üzərinə 4-ün kvadratını gəlsəm neçə eləyəcək millət? 48 üstə gəlinsin 16. 64, burada eləyəcək 8. Düzdürmü? Bura eləyəcək 8. Bura eləyəcək, onda 4. Onda burada da bir dənə bərabər yanlı üçbucağım var, burada 4 eləyəcək. Çox, məsələ həll olundu. Maraqlı məsələ idi. Orta xəttini soruşur. Trapesiyanın orta xətti. Onda kiçik oturacaq. 4, 4, 4, 4, 3 dənə 4, 12. Üstə gəl böyük oturacaq. 24, 12 üstə gəl 12. Böl 2 idi. 36-nı 2-yə böləcəm. 18. Bu qəşəng idi. Bu qəşəng məsələ idi. Gəlin növbətisinə. Görə bizi nə gözləyir? Görə bizi nə gözləyir? Nə deyir? Perimetri 24 olan düzgün 6. Elə bir dənə sual etdik daha. Hə.
Deyir, hansı kəsişən iki müstəvi arasındakı bucağın dərəcə ölçüsü ola bilməz? Kör bucaqlar ola bilməzdi bu. Yalnız iti bucaq olmalıydı. Düzdürmü? Bir də 96 dərəcədə kör bucağımız var da burada. 3 dənəsi, hə? 1, 4, de 5. 1, 4, 5 hansı variantdır? B variantı. Perimetri 24 olan düzgün altı bucağının daxilinə çəkilmiş çevrə. Düzgün altı bucağının perimetri 6 ilə təyin olunur. Bu da 24'dür. Bu da 4 eləyər. Daxilinə çəkilmiş çevrənin radiusu A kökün altında 3/2'dir. 6 qoysam nəticə etibarı ilə çevrənin radiusundan danışır. Daxilinə çəkilmiş çevrənin radiusu A kökdə 3/2, yəni 4 kökdə 3/2. Bu da eləyəcək 2 kökün altında 3 variantı, B variantı. Sonra gözləyin görək bizi nə gözləyir. Bizi 23 nömrəli məsələ ilə 24 nömrəli məsələ gözləyir. 24 maraqlıdır. 23-ə də baxaq. ABC üçbucağının B iti təpəsindən BD medianı çəkmisən. BD mediandır. Deyir ki, AB-ni 2 verib sənə, BC-ni 2 kökün altında 2 verib, CBD, bu da 30 dərəcədir. ABC'nin dərəcə ölçüsü. Bu sahə ilə gedəndə alınır. Üçbucağın medianı onun sahələri bərabər olan 2 dənə üçbucağa bölür uşaqlar. Yəni bura S desəm, burada S-dir. S ABD-nin sahəsi 2də 1 AB sinus alfadır. Və bu medianı da yanına nə yazaq? Median yazaq, burada alfa yazaq. 2də 1 AB sinus alfa. Digərdə SBCD bərabərdir. 2də 1 AB sinus alfa, sinus 30 dərəcə. Bunlar bir-birlərinə bərabər olacaqlar. Çünki median çəkilib. 2də 1-lər gedəcək, m-lər gedəcək, 2-lər gedəcək. Sinus 30 dərəcədə 2də 1-dir. Belə çıxır ki, sinus alfa bərabərdir. Kökdəki bölünsün 2 alınacaq. Düzdürmü? Sinus alfa da kökdəki bölü 2-ni harda alacaq? 45 dərəcədə qutardı, getdi. Bu məsələnin ən gözəl yoludur bu. Sonra, kosinus x bərabər tənliyinin neçə həlli var? Kəsirin qiyməti 0-dırsa, sürət 0-a bərabərdir. Amma belə çıxır ki, məxrəcimiz 0-a bərabər olmamalıdır. O da pi bölü 2 üstə gəlinsin 2 pi k-nı almamalıdır uşaqlar. Mənim x-im. Burada da eyni zamanda x bərabərdir. Kosinus x 0-ı pi bölünsün 2 üstə gəlinsin pi k-da alır. Mən bunu həll eləməliyəm. Mənfi 2 pi ilə 4 pi parçasında neçə həlli var deyir. Mənfi 2 pi ilə 4 pi parçasında. Deməli, gətirib neyini? Birinci, k-ya qiymətlər verək. K-ya qiymətlər versəm, bu pi bölü 2 üstə gəl 2 pi k-dır. Bu isə pi bölü 2 üstə gəlinsin pi k-dır. Əslində bunu belə yaza bilərəm. X bərabərdir. Pi bölü 2 üstə gəlinsin pi k, bir də üstə gəlinsin pi k misillərini almayacaq. Düzdür? Düzdür. K-ya 1 versəm, 90 üstə gəlinsin pi. 3 pi bölünsün 4. Bu ödəniləcək. Düzdür? Ödənilir. Amma burada k-ya 1 versəm digər tərəfdən. Fikir verin. Burada belə yaza bilərəm də. 90 üstə gəlinsin 360-ın mislini bu almır. 360 k-nı almır. Yəni bu 90 dərəcə və qayıdıb özünə gələndə buranı almamalıdır. Amma digərində deyirəm ki, bunu alsın. Deməli, bu ancaq bu nöqtəni almalıdır. Buranı. Mənfi pi bölü 2-ni almalıdır. Mənfi pi bölünsün 2-ni almalısa, mən gətirib k-ya mənfi pi bölü 2 üstə gəlinsin 2 pi k-nı almalıdır bu. Mən gətirib k-ya bir dənə 0 versəm, mənfi pi bölünsün 2 eləyəcək. Bu 1 kök. K-ya 1 versəm, mənfi pi bölü 2 üstə gəlinsin 2 pi eləyəcək. Bu ikinci kök. K-ya 2 versəm, 4 pi üstə gəlinsin, k-ya 2 versəm, 4 pi çıx pi bölü 2. 4 pi çıx. Bu neçə dərəcədir? Mənfi 360 dərəcədir. 360-ı da 4-ə vuranda 1440 edir, nə inir? Bu da eləyəcək digər kök. Digər kökdə də almır da, düzdürmü? Məncə almır. Pi bölü 2 üstə gəlinsin 2 pi k-da alır. Bu da eləyəcək 4 pi-dən çıxacağım pi bölünsün 2-ni. Yəni 8 pi, 7 pi bölünsün 2. 7 pi bölünsün 2. Bu aralığa daxildirmi? 3,5. Bəli, daxildir. 3 dənə kök burada alır. Birini burada alacaq. Sonra k-ya 3 versəm, bu 3 verəndə almayacaq. K-ya mənfi 1 verəndə, onsuz da almır uşaqlar. Mənfi 2 pi k-nı açır. K-nın 0, 1 və 2 qiymətində alır. 3 dənə qiymətində. Qutardı, getdi. Mən suala əvvəlcədən baxmamışam. Ona görə. Yəni, tez-siz deyə bilmirəm onu sizə ki, həm belə olacaq, belə olacaq. Və bacardığım qədər də izah verirəm sizə. 25 nömrəli sual deyir ki,
Hesablayın. Bu kosinus kvadratının yerinə sadə limitlə, törəmə ilə getmək olar uşaqlar. Kosinus kvadratının yerinə 1 minus sinus kvadratı 4x qoyaram. Kvadratlar fərqi düsturundan açaram bunu. Sadə sualdır. Limit 1 minus sinus 4x. Bu da nə yazaram? 1 plus sinus 4x. Bölünsün 1 minus sinus 4x. Bunlar gedər. Qalacaq limit. X yaxınlaşır pi bölü 8. 1 üstə gəlinsin sinus 4x. O da pi bölü 8 qoysam yerinə 1 üstə gəl 1. Nəticədə cavab 2 eləyər. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyü. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyü və tənbələn. Hündürlüklə tənbələn. Hündürlüklə tənbələn arasındakı bucaq uşaqlar iki bucaqların fərqinin yarısına bərabər idi. Yəni alfa minus beta bölü 2. Bunu 20 verib. Və iti bucaqların da cəmi 90 dərəcəyə bərabərdir. Böyük iti bucağından danışır. Alfa minus beta da 40 eləyəcək. Tərəf-tərəfə toplayaram bunları. 2 alfa bərabərdir 130-a. Alfamız 65-dir. Bu böyüdür. Kiçiyi isə 90-dan 65 çıxacaqsınız. Oy. Situasiya bir də bu qalıb. 27 nömrəli suala baxaq. 0 pi bölü 2, yəni birinci rübdə. Birinci rübdə uyğunluğu müəyyən etmək lazımdır. Birinci rübdə sinusun maksimum qiyməti 1-dir. Mənfi 1-i verə bilmirəm, çünki birinci rübdə mənfi bir qiymət almır. Minimum qiyməti də 0-dır. Onda böyük qiyməti 1 üstə gəl 2, 3-dür. Kiçik qiyməti isə 0 üstə gəl 2, 2-dir. Var. Böyük qiymət 3, B variantı. Kiçik qiymət 2, Y variantı. Koşnusa yenə 0 pi bölü 2-də birinci rübdə yenə 1 ala bilər ya da 0 ala bilər. 1-dən 1 çıxsam böyük qiymət 0 olar, kiçik qiymət isə mənfi 1 olar. Yəni C ilə D gələcək. O birisində də 1-in kvadratı üstə gəl 1-in kvadratı kökdəki eləyəcək. Buna da A variantı gələcək. Gələk situasiyaya. Situasiya nədir? Situasiya. Adam baxanda oxumaq istəmir. Yaşayış kompleksinin həyətində quruculuq işləri aparmaq üçün 4 tip yük maşını ilə tikinti materialları gətirilib. A tipli maşının hər biri C tipli maşının hər birindən 2 ton azdır. Deyir A tipli maşının hər biri bu A tipi olsun, bu B tipi olsun, bu C, bu da D. A tipli C tiplidən 2 ton azdır. C'yə X qoysam A bundan 2 ton az olar. B tipli maşının hər biri isə D tipindən 3 ton az gətirir. B, D-dən 3 ton az gətirirsə, onda bu Y minus 3 ton eləyəcək də, düzdürmü? Məncə düzdür. Sonra, həyətin müəyyən hissələrini rəngləmək üçün ağ və göy boyalar uyğun olaraq 2 və 3 nisbətindədir. Deyir, ağ boya, A boya yazım. Ağ boya 2x-dır, göy boya 3x nisbətindədir. Həyətdə düzbucaqlı, üçbucaq formalı sahənin daxilində iki təpəsi katetlər üzərində. Baxaq görmüş. Allahım ya Rəbbim. Bu PDF-i kim çıxardıbsa mənim üçün sağ olsun. Hər 28-də də, 29-da da, 30-da da eyni situasiyanın başlığına yazıb. Sağ olsun. Çox sağ olsun. Digər iki təpəsi hipotenuz üzərində olan kvadrat formalı oyun meydançası quruldu və bu sahənin qalan hissəsinə gülər əkilib. Deyir ki, 150 kiloqram boya istifadə olunub. Boyalar da 2x-dan 3x idi axı. Yəni 2x üstə gəlinsin 3x. Belə çıxır ki, 150-dir, 5x-im 150-dirsə, x-im 30-dur. Onda 2-ni 30-a vurub 60 kiloqram ağ boyadır. 3-ü 30-a vuraram, 90 kiloqram da digər boyadır. Boya istifadə edildikdən sonra əlavə işlər görmək üçün daha 25 kiloqram ağ boyadan istifadə olunub. Daha 25 kiloqram ağ boyadan istifadə olunubsa, məndə göy boya 90 idi. Ümumilikdə boyamız isə fikir verin 150 idi. Amma 75 kiloqramda tezdən boya istifadə olunub, lazımdır sənə. Bu da eləyər 225 kiloqram. Deyir, rənglənməyə ümumiyyətlə istifadə olunan boyanın neçə faizi göy boyadır. Göy boyanı da soruşursa, bala, hardan yazaq? Göyümüz neçə idi? 90 bölünsün 225 vurulsun 100. 25-ə ixtisar gedəcək bunlar, düzdürmü? Burada 4 qalar, burada 9 qalacaq. 90, 10, 40, 40 faizi. Onsuz da burada da yazılıb eyni şey. Prosto mən şərti burada qısaldıb yazmışam. A'lar x minus 2-dir gənclər. B'lər y minus 3-dür. C x-dir. D'dəki y-dir. Neysə. Deyir, A tipli 3 və B tipli 2 maşın istifadəyə verilib. A tipli 3, B tipli 2 maşın. Yəni A-dan 3 dənədirsə 3 dənə x minus 2, B-dən 2 dənəsə 2 dənə y minus 3. Birlikdə nədir bu? 21 ton gedib. Bərabərdir 21-ə. Sadələşdirsəm 3x minus 6 üstə gəl 2y minus 6 21-dir. 3x üstə gəl 2y 12, 33. İnşallah Allah hesablama səhv eləməmişəm. 33 eləyir. Sonra deyir ki, bunu saxladım.
Sonra deyir ki, C tipli 2, yəni 2x, D tipli də 3 maşın verildikdə burada 32 ton olur. Heç nə, bu tənliklər sistemi həll edəcəyəm. 33. Bunu hər tərəfini 3-ə vuraq, bunu 2-yə. 6x, bunu ümid edirəm hamınız bacarırsınız. Tez yazın. 96. Bu da 6x üstə gəlinsin 4y 66. Tərəf-tərəfə çıxsam 5x bərabərdir 30-a. X-in belə çıxır ki 6-dır. X 6-dırsa 33-dən 3 vur 6, 18-i çıxa bilərsiniz mənə. 33-dən 18, 13-dən 8 çıxanda neçə eləyir? 5, 15 eləyir. 15-i də 2-yə bölsəm y-ımız 7,5. Mən hesablama səhv eləyə bilərəmmi? Hesablama səhv eləyə bilərəm. Bəli, niyə eləyə bilmirəm ki? X-imiz 6-dır, y-ımız bir də ona baxaq. Mən həmişə orada səhv eləyirəm. Y-ımız 6-dır, bəli. Y-ımız 6-dırsa, y-ə 6 qoysam 12. Burada yenə mən səhv eləyirəm. Opşim, y-ın yerinə 6 qoyduq. 2 dəfə 6, 12. 21 bölü 3, 7. Hə, düz eləmişəm. X də bərabərdir 7-yə. 7 ilə 6-dır, yəni cavablarımız. 7 ilə 6. Gəlin buna. Yaşayış kompleksinin həyətində bu nə idi? Bunların hamısını elədik. Bu məsələ buradan başlayır. Həyətdə düzbucaqlı, üçbucaq formalı sahənin daxilində iki təpəsi katetlər üzərində, digər iki təpəsi hipotenuz üzərində olan kvadrat formalı oyun meydançası qurulub və bu sahənin qalan hissəsinə güllər əkilib. Hipotenuzun hər iki ucu oyun meydançasından 8 metr məsafəsindədir. Bu kvadratdır, uşaqlar. Kvadratın bütün tərəfləri bir-birlərinə bərabərdir. X qoya bilərəm. Və ümumi sahədən danışır. Ümumi sahədən danışırsa mən nə edirəm? Ağlıma nə gələr birinci? Ağlıma nə gələr? Ağlıma birinci gələr ki, ağlıma hələ heç nə gəlmir, yalan deməyim. Mən bilirəm ki, bu bərabəryanlıq verməyib həyətdə düzbucaqlı, üçbucaq formalı sahənin daxilində iki təpəsi katetlər üzərində, digər iki təpəsi hipotenuz üzərində olan heç nə katetlərdə bərabəryanlı, düzbucaqlı, üçbucaq verməyib uşaqlar bizə. Təəssüf ki. Bax, bura bir dənə alfa qoysam. Bura 90-dır, bura bir dənə beta qoymuş olaram. Bura 90-dırsa, bura beta olar. Çünki alfa ilə betanın cəmi 90 dərəcədir. Oxşarlıq ağlıma gəldi. Bura betadırsa, bura alfa. Bura 90-dırsa, bura beta. Bura 90-dırsa, bura alfa. Yəni, bu üç bucaqla da bir adlandırmıram. Bu üç bucaq oxşardır bir-birinə. Okeydirmi? Okeydir. Onda alfanın qarşısındakı 8-in, bu üç bucaqdan başlayıram. Alfanın qarşısındakı 8-in, digər üç bucaqda alfanın qarşısındakı x-a nisbəti, betanın qarşısındakı x-in, digər üç bucaqda betanın qarşısındakı 8-ə nisbəti. PDF qayd edilsin. Betanın qarşısındakı 8-ə nisbəti. Yəni, x kvadratı 64-dürsə, buradan tapdım ki, x-im 8-dir. Çətin olanı tapdıq elə bil ki. Səndən qalanların sahəsini istəyir. Qalanların sahəsini istəyirsə, ümumi düzbucaqlı üçbucağın sahəsindən kvadratın sahəsini çıxaram. Amma problem odur ki, ziyarətdə katetləri bilmir. Katetləri bilmiriksə, uşaqlar hardan gedə bilərəm? Mən bucağı tapsaydım, o qədər gözəl olardı hər şey, o qədər gözəl olardı. Sadəcə bucağı hardan tapım? Bucağı, bunun katetini çəksəm, bunun diagonalını çəksəm, oradan da getmək olmaz, hə? Diagonalını çəksəm, 45 qoysam bura. Bir dəyəm, baxın, buradan diagonal çəkəndə alınır. Bunun diagonalını çəksəm, bura 8 kökün altında 2 eləyər. Bura 45 dərəcədir. Bura da 45 dərəcədir, düzdürmü? Düzdür müəllimə. Sonra, nə deyə bilərəm ki, sonra? Diagonalını çəksəm və yaxud da ki nə? Bura 8 kökün altında 2 yazdım mı? Yazdım. Mən deyə bilərəm ki, 45 dərəcə. Mənə bu bucaq lazımdır. O bucağı tapmaq üçün. Burada da bərabəryanlı. Burada bərabəryanlı üç bucağım var da, uşaqlar. Heç uzağa getməyə ehtiyac yoxdur ki. Burada bir dənə bərabəryanlı üç bucağım var. Heç bunun diagonalını da çəkməyə ehtiyac yoxdur. Bərabəryanlı üç bucaqdırsa bu. Bura 8-dirsə, bura 45 dərəcə olacaq. Bura da 45 dərəcə. Yəni 8, bura 8 kökün altında 2 eləyər. Bura 8-dirsə, A kökdəki sənə 8 veribsə, yəni bura 4 kökdəkidir. Onu demək istəyirəm. Burada 4 kökdəkidir. Heç nə. Onda bu düzbucaqlı üçbucağın sahəsi 8 kökdəki 4 kökdəki, 12 kökdəki, burada 12 kökdəki olacaq. 12 kökdəki vur 12 kökdəki bölü 2 eləyər. Yəni 144. Amma kvadratın sahəsi isə 8-in kvadratı 64 eləyəcək. Düz oldu mu? Düz oldu. Onda belə çıxır ki, güllərin sahəsini tapmaq üçün 144-dən 64-ü çıxacağım. Bu da eləyəcək. Nəticə etibarı ilə cavab 80. Bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.